olan sual C variantı, 100-cü sual fizikadan. Buyurun. Müsaver Musayev, Azərbaycan Dövlət Neft Akademiyası. Əziz abituriyentlər, əvvəlcə sizi salamlayır. Hamımıza müvəffəqiyyətlər arzu edirəm. Təqdim olunan test tapşırığı, Afiqə xanım qeyd etdiyi kimi, bu il ilk dəfə sual kitabçasına daxil edilmiş açıq tipli testlərə aiddir. Bu test tapşırığında qeyri-birciz elektrik sahəsinə daxil olan 3 zərrəcik, yəni müsbət, mənfi və neytral zərrəciyin hərəkəti və onları xarakterizə edən ifadələr arasında uyğunluğu təyin etmək təklif olunur. Məsələnin şərtindən göründüyü kimi, bu zərrəciklər qeyri-birciz elektrik sahəsinə daxil olur və göründüyü kimi hərəkət istiqamətində qüvvə xətləri sıxlaşır. Deməli, bu yüklü zərrəciklərə təsir edən qüvvə hərəkət istiqamətində artacaqdır. Odur ki, artıq zərrəciyin yükündən asılı olmayaraq bu artan təcilli hərəkətdir. Digər tərəfdən, orta məktəbdən bildiyiniz kimi, yüklü zərrəciyə, müsbət yüklü zərrəciyə təsir edən qüvvə xətti istiqamətində, mənfi yüklü zərrəciyə təsir edən qüvvə isə qüvvə xəttinin əks istiqamətində yönəlir. Neytral zərrəciyə isə ümumiyyətlə qüvvə təsir eləmir. Ona görə də müsbət yüklü zərrəciyin hərəkəti olacaq artan təcillə yavaşayan, mənfi yüklü zərrəciyin hərəkəti olacaq azalan təcillə yeyinləşən, artan təcillə yeyinləşən, üzr istəyirəm, və nəhayət sonuncu zərrəcik deməli ona qüvvə təsir etmir və bərabər sürətlə düz xətli hərəkət edəcəkdir. Odur ki, doğru cavab 1 zərrəciyinə uyğun A bəndi, 2 zərrəciyinə uyğun B bəndi və nəhayət 3 zərrəciyinə həm C, həm D bəndi uyğun gələcəkdir. Təşəkkür edirik. Qiymət C